Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden kesiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yarda. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barekte ala İbrahim inneke hamidun mecid. Değerli kardeşler, Allah'ın izniyle bugünkü dersimiz Şerh-ü Mesailil Cahiliye elleti halefe fiha Resulullah sallallahu aleyhi ve sellem kitabındadır. Kitapdır yani muhteşem güzel kitaptır ki bize burada Peygamber sallallahu aleyhi ve sellemin bu Risale dövründe zamanında yaşayan kitap ehline muhalif olduğu müəyyən meselelerden bahsedir. Ki o meseleler Peygamber sallallahu aleyhi ve sellem o meselelere muhalif olmuştur ki hatta bize onun əksi olan savabı bildirsin. Bugünkü mevzuda deyilir ki El-Meseletul Hadiyetu ve Themanun 81. mesele El-Gulu fi Atharil Enbiya. El-Gulu fi Atharil Enbiya. Demək, əvvəlki cahiliyə əhli nə edirlər? Onlardan peyğəmbərlərin qalan qalıqları, onlardan qalan müəyyən bir yer olsun, istər onlardan qalan hər hansı bir qalıq olsun, onu təzimdə həddini aşardılar. Peyğəmbərlərdən qalan qalıqlarda həddini aşardılar. İttihad əthər ənbiyəihim məsacidə kəmə zükir an Umar. Ömər radiyallahu anhudan rivayet olunur ki, onlar peyğəmbərlərinin və peyğəmbərlərdən qalan əsərləri özləri üçün məscid, namazgah götürərdilər. Burada peyğəmbər oturur və ya da buradan peyğəmbər keçib və s. Yəqulu Salih bin Fawzan, El-Fawzan hafizahullah min dinil cahiliyyə, cahili əhlinin dinindən idi ki, yəni etdiyi əməllərdən idi. İttihadu əthəri ənbiyəihi məsacidə. Onlar peyğəmbərlərdən qalan yerləri özləri üçün məscid, yəni namazgah götürərdilər. Əy yusalluna indəhə təbərrukan biha vəl fərq beynə hədə və ləti qabləh. Yəni məscid namaz qılmaq əlbəttə ki, belə günah baxımından yox, yəni belə məqsəd nə idi? Onlar o məkanla, hansı ki orada peyğəmbərdən əsər olub orada və oradan keçib, ora toxunub, onlar həmən ki yerdə namaz qılar, müəyyən ibadətlər edərlər təbarruk baxımından. Aydın təbarruk etmə, yəni o həmən ki məkandan bərəkət umma adıyla. Yəni bu mövzu ilə, əvvəlki mövzu deyir ki, burada əvvəlki mövzu oydu ki, müəyyən şəxslərin xüsusunda həddini aşmaq. Bu isə yəni peyğəmbərlərin, yəni o şəxslər deyində, o şəxslər həm peyğəmbərlər də aid ola bilər. Buradakı həmən peyğəmbərlərin əsərləri barəsində həddini aşmaqdır. Onlardan qalan qalıqlarda həddini aşmaqdır. Ənəl nəbiyyə ənəlləti qabləhə qala fil əşxas. Yəni bunu əvvəlki mövzuda, yəni onlar şəxslərdə, bunlar salih kimsə də ola bilər, alim də ola bilər, həddini aşırlar. Onu layiq olmadığı bir vəzifəyə, layiq olmadığı bir şana, şöhrətə gətirib çıxartdılar. Əgər bunu kim edərsə, bu həmçinin cahiliyə əhlinin əməllərindən sayılır. Və hədə qulu fi ətər əşxas. Vəl-ətər cəm'u əsər və huvəl məkanu ləzi cələsə fihi nəbi əv sallə fihi. Əsər deyildikdə, əsər, yəni peyğəmbərin əsər, yəni orada həmən o məkanda peyğəmbər oturmuş və yaxud da ki orada namaz qılmışdır. يتعبدون هذه المواطن فيتعبدون فيها لله عز وجل ويظن أن فيها فضيلة. Yəni bu yerlərdə xaslaşdırılır. Artıq burada peyğəmbər, hər hansı bir peyğəmbər burada namaz qılmış və yaxud da ki bu məkanda oturmuşdur. Artıq o məkanı əlavə bir fəzilət umaraqdan təbərrük edərlər. O yerdən bərəkət umaraqdan oradakı qılınan namazın başqa yerdə qılınan namazlardan daha üstün, daha fəzilət olduğunu deyərdilər. Mislüləzi yədhəbunəl ənə ilə qari Hira. Deməli, bunu burada Şeyx Fawzan daima belə mövzuda diqqət edirsən. Bu, Şeyx burada mövzunu daima belə müasirləşdirir. İndiki zamandakı, deyək ki, bu məsələ əslində Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründəki cahili əhlinin müxalif olan məsələlər idi. Amma halbuki bizim zamanımızda da həmən peyğəmbərlərdən qalan, yəni bizim peyğəmbərimizin qalan qalıqlarını da müəyyən insanlar var. Onların cahili əhlinə peyğəmbərimizin zamanında yaşanan o cahili əhlinin etdiklərini də indiki zamanımızda edən kimsələr vardır. Misal olaraq deyir ki,
Əllərini yədhubun ilə qari Hira. Hira dağına gedən kimsələrin misalı da bununla eyni. Li'anna Rasul sallallahu aleyhi ve sellem kana qad təəbbədə fi qablal bi'sə. Peyğəmbər sallallahu aleyhi ve sellem peyğəmbərlik verilmədən, bi'sədən əvvəl orada Allaha ibadət edərdi. Həmən ki o qaru Hirada. Hira dağına. Fəhum yədhəbun ileyhi lis-salati və-du'a fihi. Halbuki indiki zamanımızda insanlar həmən ki o dağa, həmən ki mağaraya namaz qılmaq üçün, dua etmək üçün gedirlər. Və ləm yekun ən-nəbiyyü sallallahu aleyhi və səlləm yazuruhu ba'dəl bi'sə və la əhədu minəs-sahabətil kiram və zəhbə ilə qari Hira li'ilmihim ənə zəlikə qeyr məşru'. Nədir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə artıq peyğəmbərlik verildikdən sonra, nədir ki, ondan sonra gələn sahabələr bunu məşhur, yəni dindən qılaraqdan, dindən bir ad olaraqdan Peyğəmbər sallallahu aleyhi və səlləm peyğəmbərlik verildikdən sonra oraya gidib ziyarət etməyiblər. Aydındır. Və kəzəlik yədhəbunə ilə bu, məsələn, bir tərəfi. Çünki bu, insanı artıq bu kimi işlərdə insan səhlənkar olması, axırda insanı şirkə birbaşa yox, məsələn, bu dövrdə yaşayan insanlar düşməsə də, ondan sonra gələn insanlar şirkə düşər adı altında bunu dinimiz bir məna olaraqdan bunun üzərindən xətt çəkir ki, artıq belə şeylər insanlar etməsin. İkinci, və kədəlik yədhəbunə ilə qari Thawr. Bizdə ikinci bir dağ var. O da orada da məsəl üçün qari Thawr var. Thawr mağarası var orada. Hansı ki orada Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə hicrət etmək istədikdə orada gizlənmişdi. Kimlə? Əbu Bakır radiyallahu anhu ilə. İnsanlar nə edirlər? Yusalluna fi. İnsanlar oraya gedirlər həmən ki o mağaraya. Orada namaz qılırlar. Bəzən ora ətir qoyurlar və bəzən ora həmən ki o yerdə pul atırlar. Ki yəni o məkandan bərəkət ummaq adıyla. Bunlar yəni hətta bizim ümmətdə belə, Peyğəmbər sallallahu aleyhi və səlləmin ümmətində belə bu vardır. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm bu kimi şeylərdən şirkə vəsilə olmaq adından qadağan etmişdir. Hədə kulluhu min dinil cahiliyyə. Bu və buna bənzər hər bir əməl cahiliyyə əhlinin əməlindən sayılır. Fəl cahiliyyətu hiyəlləti tuazzamu āthara ənbiyəyihim. Çünki o cahillərdir ki, onlar öz peyğəmbərlərinin qalıqlarını əzəmətləşdirərdilər. Və lihədə yəqulu Ömər radiyallahu anhu, necə ki mövzunun başında demişdir ki, Ömər radiyallahu anhu bir əsər var ki, necə ki Ömər radiyallahu anhu deyir ki, Ləmmə rəən nəsə yədhəbun ilə şəcərətil bey'ə. Peyğəmbər sallallahu aleyhi və səlləmə beyat etdiyi bir ağac var idi. Gördük ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dünyasını dəyişdikdən sonra insanlar həmən ki o ağacın yanına gedirlər, üz tuturlar. Çünki orada sahabələr Peyğəmbər sallallahu aleyhi və səlləm beyat etmişdilər. Həmən ki o ağacın yanına gedirlər. Və hədəl məkən ləm yəqsidhə Nəbiyyə sallallahu aleyhi və səlləm Affan, innəmə əhləkə, indi Ömər radiyallahu anh onlara bir söz deyir. Məşhur sözündür ki, innəmə əhləkə mən kənə qabləkum ənəhum tətəbbə'u ətər ənbiyəyihim. Sizdən əvvəlki ümmətlər öz peyğəmbərlərin əsərlərinə, qalıqlarına tabi olduqlarına görə, yəni onları dindən saydıqlarına görə, əlavə bir fəzilət, əlavə bir təbarrük etdiklərinə görə onlar həlak oldular. Deyir Ömər radiyallahu anh. Thumma əmər bi qat'i şəcərə. Sonra Ömər radiyallahu anh əmr edir ki, o ağacı kəsilir. Və hədəl əməkin ləm yəqsid hən Nəbi sallallahu aleyhi ve sellem təşri. Peyğəmbər sallallahu aleyhi ve sellem nə olsun ki, o ağacın altında, ağacın yanında beyat ediblər. Yəni Peyğəmbər sallallahu aleyhi və sellem o beyatı heç də o ağaca əlavə bir xüsusiyyət, əlavə bir fəzilət vermək adıyla onu qəsdən o ağaca getməmişdi Peyğəmbərimiz. Əmməl əməkinilləti qasadən Nəbiyyü sallallahu aleyhi və səlləm littəşriyə. Lakin ki, Peyğəmbər sallallahu aleyhi və səlləm şəriətdən olsun deyə müəyyən bir məkanları fəzilət qılması mütləqdir ki, ona həm özünün, həm də ki, Qurandan dəlil olsun. Ona misal olaraqdan Peyğəmbər sallallahu aleyhi və səlləmin hər təvaf edən kimsəyə məqam-ı İbrahimdə, İbrahim aleyhissalamdan qalan əsərdə namaz qılmasını Peyğəmbər sallallahu aleyhi və səlləm ayəyə uyaraqdan
bize buyurmuştur o. Peygamber Allah Teala buyurur ki hitaben insanlar vettehizu min makam İbrahim'e musalla. İbrahim megamını özünüz için namazgah edin. Yani bu da sünnetdir ki insan her 7 tavaf ettikten sonra Məqam İbrahim'in ister mübaşara birbaşa onun arkasında veyahut da ki onun istikametinde imkan olmasa her hansı bir yerde Kabe istikaməten 2 rəkat namaz kılması icazəlidir. Bu da həmçinin İbrahim məqamının İbrahim peygamberin əsərinə tabi olması şəriətdən bir dəlil oldu. Əks halda biz onu yəni dəlil olmadıkça kim istiyor olsun onun qalıqlarına hiçbir zaman biz ibadət adına yaxınlaşa bilmərik. فإنها تشرع الصلاة فيها اقتداء بالنبي صلى الله عليه وسلم ما جلسوه في غار حراء وفي غار ثور. Peygamber sallallahu aleyhi ve selleme bu mekamı İbrahim'de namaz kılmakla hem Peygamber sallallahu aleyhi ve sellem ettiğini gibi biz ona tabi olur. Lakin Peygamber sallallahu aleyhi ve sellem ne Hira mağarası ne de Thawr mağarasında Peygamber sallallahu aleyhi ve sellem əlavə orada oturmamıştır. Hatta biz onun ölümünden sonra onun müəyyən bir fəzilət qılaq. Əv culusun fi tariqin beynə Məkkədə və Mədinətə listiraha. Ve həmçində Peygamber sallallahu aleyhi ve sellem Mekke'den Medine'den Mekke'ye geldikdə müəyyən bir mekanlarda istirahat için oturmuştu Peygamber sallallahu aleyhi ve sellem. Lakin o oturan yerlere indi insanlar ne edirlər? Əlavə bir fəzilət umaraqdan o yerlerde özler otururlar. Mesela Medine'den Mekke'ye gelmirlər. Deyirlər ki, burada Peygamberimiz qonaqlayır. Mən orada dua edirlər. Orada əlavə oradan başka dinimizə müxalif olan əməllər edirlər. Və innəmə fəaləhu ittifaqan ve lihace. Yani Peygamber sallallahu aleyhi ve sellem adi bir insan idi da. Yani bizde olan ihtiyaçlar onda da var idi da. Yorgunluk, su, ayaklı vesaire her bir yani orada onu qəsd ederekten oturmuyor. Orada bir her hansı bir sebepten dolayı oturması ondan sonra gelen insanların da orada şeriat buyurup diye oturması yani icazeli değildir. Bunu etmek de bizi hem de cahili ehline benzetir. فَيَجُبْ أَنْ يُفَرِقَ بَيْنَ هَذَا وَهَذَا. Yani şeriatin müəyyən bir mekanları, müəyyən bir zamanları şeriat kılmasıyla ve Peygamber sallallahu aleyhi ve sellemin bir işe ihtiyacından dolayı o yerlerde oturması, namaz kılması bunların arasında biz fərq koymalıyıq. فَالْاَمَنَ كُتِلْ لَمْ يُقْصِدْهَا لِلْتَشْرِيعِ وَاِنَّمَا مَرَّ بِهَا اَوْ جَلَسَ فِيهَا مِنْ بَابِ الْعَادَةِ وَلَلْاِسْتِرَاحِ. Yani Peygamber sallallahu aleyhi ve sellem şeriat olsun diye yok. Şeriat olmadan yani bizlere müəyyən bir o vakti ibadet edip əlavə bir savab, əlavə bir mükafat kazanılması olmadığı təqdirdə ehtiyacdan dolayı Peygamber sallallahu aleyhi ve sellem keçdiyi yerde, oturduğu yerde əlavə bir fəzilət ummaq da bu cahili əhlinin etdiyi əməllərdən sayılır. فإنه لا يتخذ من مكان الذي صلى فيه الرسول مصلى. نعم. لأنه فعل من باب القصد وإنما فعل إلا للصلاة أدركته. Ve hemce müəyyən mekanlar olur ki Peygamber sallallahu aleyhi ve sellem orada namazın vakti çatıp diye orada namaza durur. Yani o sefere çıkır orada. Yani bu heç de yani orada əlavə bir fəzilətin olması mənasına gelmir. Lakin cahil insanlar, nadan insanlar, elimdən, dindən bir xəbər olan insanlar bunun arkasınca gedirlər. Bugün de biz bunu öğrenirik ki hatta o sabahta biz bile bir yerlere geldikte, böyle bir seferlere çıktıkta bizi kimlerse bizi bu mekanlarda Peygamberimiz keçip bu mekanlarda oturup bu mekanlarda Peygamber sallallahu aleyhi ve sellem ibadetleri adı altında bizi aldadı, bizi dilimizde şüpheye salmasınlar. Sen mesela ümreye gitmişsen Allah kabul etsin. Lakin oradan dağa gitmeye ne ihtiyacı var yani? Özü dağ da hündür dağdır. Özü her ilde oraya giden ne kadar insanlar o dağdan yıkılıp ölmeleri müşahede olunur. Ümumiyyətlə şeytan insanı sünnədən daha çox bidətdə yönəldiyi, yəni değersiz, lazımsız, lüzumsuz şeyləri yönetmeye daha insanı səy etdirir. Mesela insan var, mesela o yaxındakı qalacaq yerdə oturur, otelində oturur. Məscidə getmir, məsələn harama getmir, məscidə gedir. Lakin çünki deyir uzaqdır, məsafə orada zəhmətdir, qarışıqlıqdır. Lakin durub neçə kilometr və neçə kilometr dağdır, yekə dağdır, ora qalxırlar. Və baxsan ki, fəzilət vacib olan yerlərdir, vaciblərdən şeytan bizi daima belə yan keçdirir. Lakin belə lazım şeylər biz yan keçdirir, lakin lazım olan şeylərin yan keçdirir, lazımsız şeyləri, lüzumsuz şeyləri bizləri nə qədər əziyyət olsun, nə qədər tər töksən belə səni aparır. El-məsələtu thəminə və thəmanu, əth-thəniyyət və thəmanu, 82-ci mövzudur, ittiqadul vəsail-i şirk.
Onlar cahiliyə əhli şirk vəsilələrini özlərinə götürərdilər. Yəni şirkə aparan vəsilələr özlərinə götürərlər və şirkə salardılar özlərini. Misal üçün ittixad-ı suruca aləl qubur. Qəbirlər üzərində işıqlar götürmələri, lampa və s. götürmələri, şam götürmələri və s. İttixad-ı suruci aləl qubur أن يجعل فيها أنوارا من المصابيح والفوانيس أو الكهرباء على شكل القناديل لأجل الزيارة ولا يجوز هذا. Qəbirlər üzərində işıqlar qoymaq, lampalar qoymaq, ora həm də işıq çəkmək və s. ki, oranı ziyarət etsinlər, bu dinimizdə icazəli bir şeydir. Onu etmək birbaşa şirkə səbəbdir, şirkə vəsilədir. Fəidə ihtacən nəsi ilə, yəni əgər ehtiyac olarsa, bu istisnadır ki, əgər insanların ölünü bastırmaq üçün işığa ehtiyac olması ilə ehtiyac vardır, işıq çəkməsi bu istisnadır. Söhbət bundan getmir, söhbət yəni əlavə müəyyən bir şəxsdir, onun müəyyən dəyəri var. O baxımından ora işıq çəkilməsi ki, insanlar onu ziyarət etsinlər, bu dinimizdə şirkə birbaşa qapı açmaq sayılır. Amma innehu yahmilu fil maqbarati a'midatan kahriba ve nur fiha nəha Nəbi sallallahu əleyhi və səlləm. Bu ki, yəni insanlar var, işıq çəkirlər ki, insanlar həmin ki yeri qəsd etsinlər, ziyarət etsinlər. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "La'anallahu zawaratil qubur vel muttaqidin alayha'l masajid ve's suruc." Peyğəmbər sallallahu əleyhi və səlləm qadınların qəbirləri ziyarət etməsini və qəbirlər üzərində məscid götürülməsi və işıq çəkilməsini lənətlənmişdir. Qadınların məscidə qəbirstanlığa getmələrini və qəbirlər üzərində məscid götürülməsini və işıq çəkilməsini Peyğəmbər sallallahu aleyhi və səlləm lənətlənmişdir. Vəl hədisi fihi fis-sünə. Hədis yəni səhih sünnələrdə varid olmuşdur. Əbu Davuda və Tirmizi hədisə səhih deyilmişdir. وَلَعْنَ النَّبِي صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ زَائِرَاتِ الْقُبُورِ بِدَلِيلٍ عَلَى أَنَّ الْمَرْأَةَ مَمْنُوعَةٌ مِنْ زِيَارَةِ الْقُبُورِ. Peyğəmbər sallallahu aleyhi və səlləmin qadınları qəbirləri ziyarət etmək, qəbirstanlığı ziyarət etmək, qadağan etməsi, bu da dilimizdə deyir ki, burada Şeyx Fovzan, bu yəni haram olan işlərdən sayılır. Yəni bu məsələ barəsində ixtilafa bəziləri halal deyir, bəziləri haram deyir. Belə ümumi olaraqdan Şeyx Fovzan deyir ki, yəni qadınların qəbirləri, qəbirstanlığı ziyarət etməsi haramdır. Və innəmə ziyarətul qubur xassatun bir rical. Bu da ki, kişilərə xasdır. Bu məsələ kişilərə xasdır ki, وَاللَّعْنُ يُفِيدُ أَنَّ زِيَارَةَ الْمَرْأَةِ لِلْقُبُورِ كَبِيرٌ كَبَائِرِ الذُّنُوبِ. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisdə və yaxud da ki, başqa bir hədislərdə müəyyən bir əməlin üzərinə Allah Taala'nın lənəti olsun deyilməsi o günahın böyük olduğundan xəbər verir. Və həmçinin burada Peyğəmbər sallallahu aleyhi və səlləmin həmçinin qadının qəbir üzərində məscid tikməsinin, işıq çəkməyinin lənətlənməsinin bildirilməsi, bu da həmən günahın böyük bir günah olduğu mənasına gəlir. وَاللَّعْنُ لَعْنَ sallallahu aleyhi və səlləm muttəqidin aleyhil məsacidə. Qəbirlərin üzərində məscid götürülməsi və namazgah edilməsini Peyğəmbər sallallahu aleyhi və səlləm lənətlənmişdir. Ey əlləzi yetəhərravnə salatə indəhə. Yəni məscid götürüb, yəni orada nə edirsən? Namaz qılırsan. Əv yəbnuna aleyhəl məsacid. Və yaxud da ora məscid tikirsən. Aydındır. Və hədə əşəddu əvəllədinə yəzurunə liənə hədə vəsin ilə şirk. Yəni deyir ki, burada deyir ki, Şeyx Fovzan Həfizahullah, məscidin, qəbrin üzərində məscid tikməkdir, onu ziyarət edən qadınların deyir ki, düşdüyü günahdan daha pisdir. Çünki deyir, qadınlar əlavə bir günah qazanır, lakin qəbir üzərində məscid tikmək, ora namaz qılmaq, ora yönəlmək ki, əlavə bir nəyədir? Şirkə vəsilədir. فإن تعبد هذه القبور وتدعى من دون الله عز وجل فالقبور تترك كما كانت قبور الصحابة في عهد النبي. Yəni hər bir qəbir necə Peyğəmbər sallallahu aleyhi və səlləm zamanında tərk olunmuşdursa, o məsələ elə tərk olunmalıdır. Burada bir məsələ çıxır ki, bəzən görür ki, insanlar cənazə namazına çatmasa gedib qəbiri tərəf namaz qılması, bu o məsələdən deyil. Çünki buna əlavə bir nəssın olması onu artıq məşru qılır. Aydındır. Bu məsələ yəni bizi şübhəyə salmasın. O başqa bir məsələ, bu başqa bir məsələdir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm Əli radiyallahu anh nə deyir?
Əli radiyallahu anhə əmr edərəkdən göndərir ki, deyir ki, Əli radiyallahu anh deyir ki, لا تدع قبرا مشرفا يعني مرتفعا إلا سويته. Hündür elə bir hündür qəbir qoyma ki, bütün hündür qəbirləri ondakı yerlə bərabər elə. Deyərəkdən Peyğəmbər sallallahu aleyhi və səlləm Əli radiyallahu anhu bu işi görməsiyle onu mükəlləf edir. Yəni əzəllət irtifa'uhu və səvveydehu bil art. Yəni yerlə bərabər elə. Çünki o vaxtda müəyyən bir şirkə vəsilə olan əməllərin olduğundan dolayı Peyğəmbər sallallahu aleyhi və səlləm bunu əmr etmişdir. لأن الإشراف والارتفاع يغوي الجهل بقصده الجهال بقصده. Əgərdir ki, ola bilsin salih kimsələr olsun, onun yerdən hündür olması, kimlərsə fərqlənməsi, əlavə üzərində nələnsə tikilməsi cahil insanların o kimsələri axtarıb onun salih insanlar olduğunu bildikdən sonra həmənki qəbirlərə qəsd olaraqdan, yəni ibadət adı altında yönəlməsində səbəb ola bilər. Bu da həmçinin şirkə vəsilə olduğundan Peyğəmbər sallallahu aleyhi və səlləm bu əməldən bizləri bir mənalı olaraqdan çəkinilmişdir. Lianna şirkə əsrav ilə qulubul cihal min seyli ilə munhadi. Deyir ki, seylin deyir yuxarıdan aşağı, yəni təpədən aşağı axmasından deyir daha çox sürətli şirkdir, cahil insanların qəbirlərinə daxil olar. Liannal şeyatinəl insi vel cinni yuzeyyinun linnəsi hadihil umuru və yeftunahum biha. Deyir ki, şeytandır ki, insanları bu əməlləri gözəl göstərir, insanlar bu əməllərdə onları fitnələrə sala bilir. Bundan sonra Əl-Məsətu 83-cü məsələdir ki, Ukufu indəl qubur. Qəbirlər üzərində etikaf etmək, qəbirlər üzərində oturmaq, yəni dayanmaq mənasında. Yəni o məna odur ki, ittiqadul qubur ə'yadən, yəni qəbirləri bayram yerinə, ziyarətgaha çevirmək. Əş-şərh deyir ki, əl-ə'yadu cəmü id. Əl-ə'yədir ki, bayramlar, id bayramdır, ə'yəd isə onun cəmidir. Və huma itəkərruru və yəudu və hu yənqasim ilə qismən. İd sözü əslində adə sözündən götürülüb də, qayıtmaq sözündən. Nəyə görə ona id deyilir? Hər il qayıtdığından görə, təkrar olduğuna görə ona id adı verilmişdir. Bu əlavə bir fayda. Bayramlar da iki qismə bölünür. İdun zəmani və idun məkani. Yəni zaman və məkan baxımından bayramlar iki qismə bölünür. Zamanıya gəldikdə isə idun Ramadan və Qurban və Ramazan bayramı bu zamandır. Vəl məkan huvəl məkanullazi yectəmi fihi alə mədaris sənə. Məkan oldu ki, yəni ildə bir dəfə toplaşılan yer. Əv alə mədaril usbu' və ya ki, həftədə bir dəfə toplaşan yer. Və ya ki, ildə bir dəfə toplaşan yer. Yeştəmi fihi lil ibadə. O yerdə insanlar ibadət üçün cəmlənirlər. Və Nəbi sallallahu aleyhi və səlləm yəqul, lə təcəlu quburu idən. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ki, mənim qəbrimi bayram yerinə, yəni hər dəfə ziyarət olunan yeri çevirməyin. Yəni bayram etməyin mənim qəbrimin üzərində. Yəni məkanəl ictima, yəni ictima olduğunu, yığışdığınız yer halına gətirməyin. Vəl-ukufu havlaha, yəni ətrafında oturub, ətrafında dönmək və s. Deyir, nədir Peyğəmbər sallallahu aleyhi ve sellem? Bunu etməyin, deyir ki, sallu aleyyə haythuma kuntum, fə innə salatakum təbluğuni. Harda olursanız olun, mənə salavat gətirin və sizin salavatınız mənə siz harada etdiyinizə baxmayaraqdan mənə çatacaqdır. Onun əlavə mənim qəbrim üzərində gəlib, onun əlavə oturma, etikaf etməyə, əlavə bir bayram yeri çevirməyə ehtiyac yoxdur, deyir. Fəleysə lis-salati alə'r-rasulu ində qabrihi xassiyyə. Peyğəmbər sallallahu aleyhi və səlləm qəbrin yanında Peyğəmbərimizə sallallahu aleyhi və səlləm salavat gətirməyin deyə əlavə bir fəzilət kimi öyle bir xüsusiyyəti yoxdur. Bəl sallə aleyhi fi əyyi məkanin fi məşriq əv fil məğrib əv fi məkanin sallə alə'r-rasul və yəbluğu dəlik. Fərq etmədi, hər hansı bir yerdə olsun, istə məşriq olsun, istə məğrib olsun. Harada olursansa ol, sən Peyğəmbərimizə salavat gətirdinsə, o Peyğəmbərimizə çatacaqdır. Və təkrar ziyarətihi vəl-culusu indəhu min ittiğazı idən yəul ilə şirk. Yəni, bir insanın Peyğəmbərlərin əsərlərini, salih kimsələrin, alim kimsələrin
Übbət kimsələrin yerlərini, qəbirlərini bayram yerinə çevirmək, daima onları ziyarət etmək, odur ki, şirkə aparacaq bir vasitələrdəndir. Fəəhlul cahiliyyə yəttəqidun qubur salihin ə'yadən. Necə ki, deyirik, cahiliyyə əhli öz peyğəmbərlərinin, öz salih kimsələrinin qəbirlərini bayram yerinə çevirmişdilər. Yəni, daima onu ziyarət edirdilər, hər il. Yeştemi'un havlaha və ya'kufun indəha, onun ətrafına toplaşar, onun qəbrinin üzərində oturarlar, yəni ətrafında oturardılar. Kəma huvəl-ən hasul ində qabril bədəvi. Necə ki, bu indiki zamanımızda Abdülqadir Əl-Bədəvinin qədri ətrafında, türbəsində öz əksini tapır. Yətihi zivvar min kulli məkani və yecesuna və yansibunəl xiyamə və yəzbəhunə zəbəhə və yuqsimunə və yuqimunə əyyəm. Deyək ki, onun qəbrinin yanına gəlirlər, çadırlar qururlar, onun yanında heyvan kəsirlər, paylayırlar və günlərlə onun qəbrinin ətrafında otururlar. İndə qabril bədəvi əv qeyri və hədə min dinil cahiliyyə. Bu bir zat şirk və bu da cahiliyyə əhlinin əməlindən sayılır. Və inkənə qabr Rasul s.ə.v minhə minəl ictima'i havlə və təradu aleyhi fə keyfə bi qabr qeyrihi. Peyğəmbər sallallahu aleyhi və səlləm xüsusi olaraqdan öz qəbrinin bayram yerinə çevirməsini qadağan etməsi, yəni onun ətrafında toplaşmanı qadağan edirsə və bundan başqasının qadağanı əlbəttə ki, başqalarından daha layiqdir. Çünki bu şirkə bir vasitədir. Və ləmmə səələ rəculun ən-nəbiyyə sallallahu aleyhi və səlləm ənəhu nədərə ən yənhərə İbilən bi bəvanəti ismi Muhammed fəqalə Nəbi s.ə.v. Bir kişi Peyğəmbərimizdən gəlib soruşur ki, ya Rasulullah, mən nəzir etmişəm ki, bəvanə adlı bir yerdə, ismim yerin adıdır, orada mən dəvə kesməyə nəzir vermişəm, deyir Peyğəmbərimizə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona suallar verir. Həl kənə fiyhə vəsənumun əvthəni cahiliyyə yu'bəd. Ki, həmən o sənin qəsd etdiyin, nəzir qəsd etdiyin o yerdə, cahiliyyə əhlində, cahiliyyə vaxtında onları ziyarət etdikləri bir büt var idi mi? Qalulə, deyir ki, yox idi. Qalə və həl kənə fiyhə idun min ə'yədin ictimə yeştəmi'unə fiyhə. Yəni, insanların ora bayram üçün toplaşır və ya ki, ora ziyarət etdiyi bir gün təyin etdiyi yerdir mi o yer? Qalulə, deyir ki, yox. Qalə əvfi binəzrik. Deyir ki, elə istədiyin nəzrinə vəfalı ol. Fəinnəhu lə vəfəə lil-nəzrin fi ma'siyyətillah. Və lə fīmə lə yemliku ibn Ədəm. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, eləsin nəzrinə vəfalı ol, yəni nəzrini yerinə yetir. Çünki insanın günah olan işdə və özünün əlində olmadığı, mülkündə olmayan bir şey nəzir etməsi, buna nəzir yoxdur. Bu nəzirə vəfalı olması icazəli deyildir. Hədisdə əxrəcəhu Əbu Davud. Əş-şahid, burada bizə lazım olan məqam budur ki, qavlu həl kənə fiyhə idu min ə'yədihim. Yəni, orada həmən ki, sənin qəsd etdiyin o yerdə cahiliyyə əhli bayram yeri götürmüşlərmi, daim ola ziyarət edirlərmi? O, əlbəttə ki, yox cavabı verdikdən sonra bunun əslində, bunun məfhumu çıxır ki, əgər orada bayram yeri götürmüşsə, ziyarətgah götürmüşlərsə, çox elə. Onu ziyarət etmək, orada hər hansı bir heyvan kəsmək icazəli deyil. Aynen, orada icazəli deyil. Hətta yəni sən ola bilsin ki, sənin qəsdin başqadır, lakin sənin qıraqdan görən kimsə məsələni səhv başa düşə bilər. O gedər ildən sonra gələr, deyək ki, filan kəs burada filan əməl edirdi. Deməli, burada nəsə var. Ona görə insan əməl etdikdə özünün qəsdi yox, başqasının özünü gördüyü qəsdi daha üstündür. Onu fikirləşməlidir. Mənim niyyətim batinidir, lakin mənim əməlim zahiridir. O mənim batinimi bilmir, lakin zahirimi görüb məndən müəyyən bir örnək götürür. Çünki insan daima elədir. Yəni, mən nə qədər, misal üçün, insan nə qədər yaxşılıq etsə, heç kim onu götürmür. Lakin sənin qəlbindəki xoş niyyətdirsə, lakin zahirdən pis görünürsə, onu götürüb, onu bayraq edib sənə qarşı işlədə bilərlər. Ona görə ehtiyatlı olmalıdır. Fədəllə alə ənəhu lə yəcudu ittiqadı məkənin müxassısı lil-ibadə. Onun üçün də yəni, şəriətin xaslaşdırıb, şəriət qılmadığı bir yeri ziyarətgah götürmək, ibadətgah götürmək və yaxud da oradan əlavə bir təbarruk umaraqdan o yerləri ibadət etmək icazəli deyildir. Peyğəmbər sallallahu aleyhi və səlləm qadağan etmişdir. Yəni, hər bir yerdə sənin üçün namazgahdır, hər bir yerdə namaz
qıla bilərsən və hər bir yerdə təmizdir. Necə ki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səhih hədisdə deyir ki, "Cü'ilət liyəl ardu məscidən və tahur." Yəni hər bir yer üzü mənim üçün təmiz və namazgah edilmişdir. Vəssalam. Qutalır. Allah Teala bizlərə eşitdiyi faydalardan etsin. Və sallallahu ala nəbiyyinə Muhammed və ala alihi və sahbihi və səlləm. Allah razı olsun.